Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in amma ba'd. Və bugünkü dərsimiz İmam Əhməd rahimehullahın mübarək risaləsi, Usul-ü Sünnə risaləsindən növbəti qaydadır. Və bundan qabaqki dərsdə Rü'yətullah mövzusunu götürmüşdük. Yəni Allah Azza və Cəllənin qiyamət günü görülməsi. Yəni Allah Azza və Cəllənin qiyamət günü görülməsinə iman etmək Əhl-i Sünnənin etiqad əsaslarındandır. Və bunu qeyd edəndən sonra İmam Əhməd ondan sonraki qaydalarda məhz axirət halları ilə əlaqəli məsələləri zikr edir. Və İmam Əhmədin bu məsələləri zikr etməsində əsas iki səbəb var. Onlardan birincisi budur ki, Əhl-i Sünnənin əqidə əsaslarını bəyan etmək. Və ikinci səbəb də odur ki, bu məsələdə Əhl-i Sünnəyə müxalif olan bidətçilərə rədd vermək. Nə üçün? Çünki Əhl-i Sünnənin əqidə əsasları çoxdur. Və lakin İmam Əhməd rahimehullah bu kitabda məhz o əsaslara toxunub ki, o əsaslar Əhl-i Sünnə ilə bidət əhli arasında ayrıcı meyar olub. Xüsusən də İmam Əhmədin zamanında. Və o əsaslardan birisi də İmam Əhməd rahimehullah buyurur ki, "Vəl-īmanu bil-mizan yevməl-qiyamə." Qiyamət günü tərəzilərin qoyulacağına iman etmək. Necə ki Allah Subhanahu wa Ta'ala buyurur ki, "Fəəmmə mən səqulət məvazinuh fəhuvə fi işətin radiyyə və əmmə mən xaffət məvazinuh fəummuhu həviyyə." Kimin tərəsi ağır gəlsə, o razı qalacağı bir həyat içərisində olacaq. Və kimin tərəsi yüngül gəlsə, onun yeri, məskəni haviyyə, yəni yanar od, cəhənnəm olacaq. Bu ayə və bu qəbildən olan başqa ayələr və həmçinin hədislər Quran və sünnədə mizanın dəlilidir. Necə ki başqa ayədə Allah Subhanahu taala buyurur ki: "Və nəda'ul məvazinəl qist liyevmil qiyamə." Qiyamət günü biz ədalət tərəzilərini qurarıq. Və Mu'təzilə bunu inkar edib. Bidət əhlindən Mu'təzilə bunu inkar edib. İki əsasla. Birinci əsas bu olub ki, deyiblər ki, tərəziyə ticarətçilərin ehtiyacı var. Allahın ehtiyacı yoxdur. Və elə biliblər ki, və ya sözlərindən elə çıxıb ki, sanki kimsə buna iman etməsi ilə etiqad edir ki, Allah Subhanahu wa Ta'ala'nın mizana, yəni tərəziyə ehtiyacı var. Yox, bu tərəzi Allah Subhanahu wa Ta'ala'nın insanların əməllərindən salih və ya asilik olan hansının daha çox olmasını bilməsi üçün deyil, insanların özlərinə bildirməsi üçündür. O tərəziyə Allah Azza və Cəllənin ehtiyacı yoxdur. O tərəziyə insanın özünün ehtiyacı var. Bu da Allah Azza və Cəllənin adilliyinin kamilliyindəndir. Ona görə Allah Subhanahu taala ayədə buyurur ki: "Və nəda'ul məvazinəl qist." Biz qiyamət günü ədalət tərəzilərini qurarıq. Allah Subhanahu və Taala bu tərəziləri bu cür vəsf edir. Yəni adillik vəsfi ilə. Və ikinci səbəb olaraq nəyi qeyd ediblər? Deyiblər ki, ayə və hədislərə baxanda mizan ilə əlaqəli, tərəzi ilə əlaqəli, barid olan ayə və hədislərə baxanda biz görürük ki, o tərəzidə əməllər çəkiləcək. Və əməllər, insanın əməli cismi varlıq deyilsə və cismi olmayan bir şey tərəzidə necə çəkilə bilər? Məsələn, sən deyirsən ki, qiyamət günü
insanın tutduğu oruclar mizanda çəkiləcək. Və oruc ibadəti, bu əməl cismi bir varlıq deyilsə və cismi varlıq olmayan bir şey tərəzidə necə çəkilə bilər? Yəni, cismi varlıq olan tərəzidə necə çəkilə bilər? Və əsaslarından birisi də bu olub və bununla inkar ediblər. Və deyiblər ki, Quran və sünnədə mizan ilə əlaqəli, varid olan ayə və hədislər məcazi mənadadır. Həqiqi mənada deyil. Və deyiblər ki, yəni qiyamət günü tərəzilər qurulacaq, yəni Allah subhanahu və teala insanlar arasında ədalətlə hökm verəcək. Bu, yəni Allahın insanlar arasında ədalətlə hökm verəcəyi, yəni bu ifadə məcazi olaraq bu cür ifadə edilib ki, qiyamət günü ədalət tərəziləri qurulacaq. Lakin biz Quran və sünnəyə baxanda, həmçinin sələfdən, sahabə və tabiinlərdən gələn əsərlərə baxanda görürük ki, Quran və sünnə və sələfdən nəql olan əsərlər Mu'təzilənin və mizanı inkar edən digər bidətçilərin bu iddialarını alt-üst edir. Məsələn, o dəlillərdən birisi İmam Beyhəqinin rəvayət elədiyi, İbn Abbasdan rəvayət elədiyi hədisdə deyilir ki, Əl-Mizan ləhu lisən, mizanın bir dili var və iki gözü. Və tuza'u fihil həsənətu və siyyət. Və o iki gözdə insanın salih əməlləri və pis əməlləri çəkiləcək. Yəni, bu hədis açıq aydın dəlildir ki, bu tərəzi həqiqi mənada cismi tərəzi olacaq. Və lakin keyfiyyəti, necəliyi bizə bəlli deyil. Və lakin bu tərəzinin keyfiyyətindən biz nəyi bilirik? Bilirik ki, bu tərəzi həqiqi mənada tərəzidir. Yəni, bu tərəzinin dili var və iki gözü var. Və bir tərəfinə insanın tutaq ki, salih əməlləri və bir tərəfinə insanın pis əməlləri qoyulur. Yəni, cismi olaraq tərəzidir. Və sonra İmam Əhməd rahiməhullah deyir ki, وَالْإِيمَانُ بِالْمِيزَانِ يَوْمَ الْقِيَامَةِ كَمَا جَاء يُوزَنُ الْعَبْدِ يَوْمَ الْقِيَامَةِ فَلَا يَزِنُ جَنَاحَ بَعُوضَ. Necə ki, yəni qiyamət günü qoyulacaq tərəzilərə iman etmək, necə ki, hədisdə gəldiyi kimi. Və İmam Əhməd bu hədisi zikr edir və bu hədisin əsli Buxari və Müslimdədir. Hədisdə deyilir ki, bir kök kişi gətiriləcək və qiyamət günü o tərəziyə qoyulacaq və çəkiləcək və lakin onun çəkisi bir ağcı qanatın qanadı qədər gəlməyəcək. İmam Əhməd məhz bu rəvayəti qeyd edir. Və bu hədis dəlildir ki, mizanda insanın özü çəkiləcək. Həmin tərəzidə insanın özü çəkiləcək. Çünki hədisdə deyilir ki, qiyamət günü kök bir kişi gətiriləcək və tərəziyə qoyulacaq, fikir verin, kök bir kişi. Və onun tərəzidə çəkisi ağcıqanatın qanadı qədər gəlməyəcək. Bu hədis dəlildir ki, qiyamət günü mizanda insanın, yəni o feili, yaxşı və pis, o əməli işləyən insanın özü çəkiləcək. Və bu tərəzidə çəkiləcək şeylərin birinci növüdür. Hansıdır? Failin, yəni o feili işləyən insanın özünün çəkilməsi. Və bunun dəlillərindən birisi də Abdullah ibn Məsud radiyallahu anhunun rəvayətidir. Hansı ki, misvak qoparması üçün, misvak götürməsi üçün ağaca çıxır və külək əsir və ayaqları görünür. İzarı qalxır, ayaqları görünür və İbn Məsudun ayaqları nazik olur, arıq olur və bəziləri gülürlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm soruşanda ki, nəyə gülürsünüz? Deyirlər ki, ayaqların nazilliyinə görə.
Və Allah Rasul deyir ki, nəfsim əlində olan Allaha and olsun ki, onun ayaqları qiyamət günü tərəzidə Uhud dağından ağır gələcək. O hədis də dəlildir ki, tərəzidə insanın özü çəkiləcək. Çünki belə olmasaydı, bu hədislərdən hasil olan fayda bizə bunu verir. Yəni, biz nə ilə görəvliyik, biz nə ilə məsulluq, bundan qabaqki dəstə demişdik, zikr etmişdik. O da Quran və sünnənin zahiri nəyə dəlalət edirsə, biz onunla mükəlləfik. Yəni, məsələn, bu hədisi İmam Əhməd rahiməhullahın usulü sünnədə zikr etdiyi bu hədisi və ondan sonra qeyd etdiyim İbn Məsudun hədisini oxuyan, eşidən hər kəsin bu hədislərdən anladığı budur ki, tərəzidə insanın özü çəkiləcək. Və bu tərəzidə çəkiləcək olanların birinci növüdür. Və sonra ikinci növü insanın əməllərinin tərəzidə çəkilməsidir. Və İmam Əhməd rahiməhullah sonra bunu qeyd edir. Və buyurur ki, وَتُوزَنُ أَعْمَالُ الْعِبَادِ كَمَا جَاءَ فِي الْأَثَرِ Əsərdə, yəni hədislərdə varid olduğu kimi qulların əməllərinin tərəzidə çəkilməsi. وَالْإِيمَانُ بِهِ وَالتَّصْدِيقُ بِهِ Və buna iman etmək, bunu təsdiqləmək وَالْإِعْرَاضُ عَمَّنْ رَدَّ ذَلِكَ وَتَرْكُ مُجَادَلَتِهِ Və bunu inkar edən kəslərdən üz çevirmək və onlarla mübahisə etməyi tərk etmək dinin əsaslarındandır. Çünki bu ümmət, qardaşlar, qeybə iman etməklə vəsflənən və bu vəsflə təriflənən ümmətdir. Biz Allahın ayələrinə baxsaq, Quranda, neçə yerdə Allah subhanahu və teala bu ümməti hansı vəsflə vəsfləndirib? O kəslər ki, namaz qılarlar, zəkat verərlər və yu'minunə bil qayb və qeybə iman edərlər. Yəni Allah azza və cəllə bu ümməti qeybə iman etməklə vəsfləndirib və bu vəsflə məth edib, tərifləyib. Və bu da qeyb məsələlərdəndir. Və bununla Allah subhanahu və teala insanları imtihan edir. Hətta Allah subhanahu və teala elə şeylərlə insanları imtihan edib ki, elə kiçik, zəlil, aşağı şeylərlə insanları imtihan edib, buyurur ki, İnna Allah la yestahi en yadribə məsələn mə ba'udatan fəmə fəvqəhə. Allah subhanahu və teala bir ağzı qanatı, ondan da kiçik bir şeyi məsəl çəkməkdən utanmaz, həya etməz. Yəni Allah azza və cəllə ağzı qanatı misal çəkir və sonra bu misala qarşı möminlərin, kafirlərin mövqeyi nədir onu deyir. فَأَمَّا الَّذ۪ينَ آمَنُوا فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ وَأَمَّا الَّذ۪ينَ كَفَرُوا فَيَقُولُونَ مَاذَا أَرَادَ اللّٰهُ بِهَذَا مَثَلًا Lakin iman edənlərə gəldikdə isə onlar deyərlər ki, bu məsəl, yəni Allahın ağzı qanatı məsəl çəkməsi Rəbbimizdən bir haqdır. Və lakin kafirlər deyərlər ki, Allah bu misalla nə demək istəyir? Həmən sual verir. Yəni, müminin mövqeyinə bax, təsdiq. Bu, Rəbbimizdən gələn haqdır. Və lakin kafir hələm də sual verir. Nə üçün? Necə? Nəyə görə? Və Allah subhanahu teala buyurur ki, və Allah beləcə neçə-neçə insanları azdırır və neçə-neçə insanlara hidayət verir. Ağc qanat. Aydındır. Və İmam Əhməd rahiməhullah ikinci olaraq nəyi zikr elədi? Tərəzidə insanların əməllərinin çəkilməsini. Və bu da tərəzidə çəkiləcək olan şeylərin ikincisidir. İnsanların əməlləri. Və lakin insanların əməlləri necə çəkiləcək? Bəzi alimlər bu məsələdə təvaqquf edib, durublar. Və bu məsələni həvalə ediblər Allaha. Deyiblər ki, Allahu a'ləm. Və lakin İmam Əhməd rahiməhullah dediyi kimi vəl-imanu bihi və-təsdiqu bih. Buna iman edirik, bunu təsdiqləyirik. Və lakin necəliyi barədə danışmırıq. Və bəzi alimlər isə deyiblər ki,
Allah subhanahu və teala qulun əməllərini cismi edəcək və həmin əməllər cismi şəkildə həmin tərəzidə çəkiləcək. Yox. Aydındır. Və bu da Allah Azza və Cəllə üçün çətin deyil. Və həmçinin bunun dəlillərindən birisi, yəni dolayısıyla bunun dəlillərindən birisi Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisidir ki, qiyamət günü cənnətliklər bəlli olacaq və cəhənnəm əhli bəlli olacaq və Allah subhanahu və teala cənnət ilə cəhənnəmin arasına ölümü gətirəcək. Ölüm. Qoç şəklində. Ölüm gələcək. Allah Azza və Cəllə ölümü gətirəcək qoç şəklində. Və lakin biz bilirik ki, ölüm cismi bir varlıq deyil. Yəni, ölüm bir prosesin adıdır. İnsanın bədənindən, ruhunun çıxmasına nə deyilir? Ölüm. Və lakin qiyamət günü həmin ölüm cismi bir varlıq kimi gətiriləcək. Və həmin qoç, yəni ölüm boğazlanacaq. Və deyiləcək ki, artıq ölüm boğazlandı. Nə cənnət əhlinə, nə də cəhənnəm əhlinə ölüm yoxdur. Çünki ölümün özü boğazlanıb. Bu hədis dolayısı yoluna dəlildir və həmçinin burada Mu'təziləyə rədd var ki, yəni cismi olmayan varlıqlar bugün bizə görə cismi olmayan varlıqlar qiyamət günü Allahın istəyi və qüdrəti ilə cismi varlıqlar olaraq gətirilə bilər. Və o cümlədən də insanların əməlləri. Və bəzi alimlər bunu deyiblər. Məsələn, Şeyx İbn Useymin rahmehullah da bunu deyir ki, Allah subhanahu və teala insanın əməllərini cismi bir varlıq kimi edəcək və həmin əməllər tərəzidə çəkiləcək. Və bunun dəlillərindən birisi, yəni əməllərin tərəzidə çəkiləcəyinin dəlillərindən birisi Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisidir ki, qiyamət günü mizanda gözəl əxlaqdan daha ağır gələn əməl olmayacaq. Və gözəl əxlaq insanın əməlidir. Və bu dəlildir ki, mizanda çəkiləcək. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, iki kəlmə var, kəlimətəni xafifətən, aləl lisən, yəni dilə xəfif gələn, dilə yüngül gələn və rəhmana sevimli olan iki kəlmə var ki, hansı ki dilə yüngül gəlir və lakin tərəzidə ən ağır gələcək kəlmələrdən olacaq. Hansılardır? Subhanallah və bihamdihi subhanallahil azim. Buxari və Müslimin ittifaqla rəvat elədiyi hədisdir. Bu hədis də dəlildir ki, insanın əməli tərəzidə çəkiləcək. Çünki subhanallah və bihamdihi subhanallahil azim bu insanın əməlidir, zikirdir və tərəzidə çəkiləcək. Və İmam Əhməd rahmehullah bunu qeyd eləməyib, yəni tərəzidə çəkiləcək üçüncü növ, o da insanın əməl dəftərinin, əməl səhifələrinin tərəzidə çəkilməsidir. Və bunun da ən əsas dəlillərindən birisi bitaq hadisidir. Bir qul gətiriləcək, 99 dənə asilikləri ilə dolu kitab və hərəsi də gözünün gördüyü son həddəcən. Və insan artıq həlak olduğunu zənn edəcək və ona deyiləcək ki, bizim qatımızda sənin bir salih əməlin var və tərəzinin bir tərəfinə bitaqa, yəni onun əməlinin yazıldığı kağız, səhifə, onun əməl dəftəri atılacaq və bütün asiliklərini örtəcək. Yəni o kəlmə, o həmin səhifə ağır basacaq və insanlar baxacaqlar ki, bu nədir? Görəcəklər ki, la iləhə illallah, tohid. Və bu hədis dəlildir ki, insanın əməl dəftərləri də tərəzidə çəkiləcək. Ümumiyyətlə, bu məsələdə alimlər ixtilaf ediblər. Və İmam Əhməd usul-ü sünnədə məhz ikisini zikr edir. İnsanın özünün çəkiləcəyini və bir də əməllərinin çəkiləcəyini. Və əsas olan budur ki, qiyamət günü mizan tərəzisində insanın əməlləri çəkiləcək. Quran və sünnəyə baxanda biz bunu görürük. Yəni, Quran və sünnə dəlillərindən
əsasən başa düşülən budur. Ki, tərəzidə insanın əməlləri çəkiləcək. Bu, hər kəsə şamildir. Və lakin istisnai hal olaraq bəzi insanların özü, bəzi insanların özləri və bəzi insanların da əməl dəftərləri çəkiləcək. Aydındır. Və bəzi alimlər də deyiblər ki, bu hər kəsə aiddir. Yəni, hər kəsin tərəzidə həm əməlləri, həm əməl dəftərləri, həm də özü çəkiləcək. Və lakin bayaq dediyim kimi, dəlillərdən görünən və daha çox zahir olan budur ki, qiyamət günü əsasən tərəzidə çəkilən insanın əməlləri olacaq və lakin digər şeylər istisna edilmir. Yəni, ola bilsin, bir insan gətiriləcək, o bitaqa hədisində zikr edildiyi kimi. Onun o əməl dəftəri, o əməlinin yazıldığı o səhifə çəkiləcək. Çünki bu hal ona xasdır. Yəni, hədisdən də görünür ki, bu hal ona xasdır. Və elə insanlar olacaq ki, istər fasiqlərdən, İmam Əhmədin zikr etdiyi hədis, hansı ki, kök bir kişi gətiriləcək və tərəzidə onun çəkisi heç ağzı qanatın qanadı qədər olmayacaq. Və İbn Məsudun hədisi kimi, yəni bəzi insanlar olacaq ki, onların özləri də çəkiləcək və doğrusunu Allah bilir və bəzi alimlərin, bayaq dediyim kimi, dəlillərdən başa düşdükləri əsasən bu olub. Və fayda üçün son olaraq burada onu da deyim ki, fikir versəz, bu son elədiyim məsələdə, son qeyd elədiyim məsələdə, yəni tərəzidə nə çəkiləcək, alimlər ixtilaf edib. Və lakin biz daima eşitmişik və demişik ki, əhl-i sünnə alimləri əqidə məsələlərində ixtilaf etməyiblər. Əhl-i sünnə əqidə məsələlərində ittifaq edib, əhl-i sünnə alimləri arasında olan ixtilaf fikri məsələlərdə olub. Bu söz mütləq olaraq götürülmür. Çünki belə baxsaq, əqidə məsələlərində alimlər arasında ixtilaflar olub. Və lakin bu sözün mənası nədir? Yəni, əqidənin əsli məsələlərində əhl-i sünnə ittifaq halındadır. Məsələn, tutaq ki, mizan. Mizana imanda ixtilaf var? Yox. Çünki kim ki buna müxalif olsa, o ümumiyyətlə sünnət dairəsindən çıxır. Deməli, bu məsələdə əsli məsələdir, bunda ittifaq ediblər. Bundan sonraki məsələdə, yəni fiqhul məsələ, məsələnin fikrinə, orada olan müəyyən incəliklərə gəldikdə, bunda ixtilaf ediblər, bu da təbiidir. Çünki bu barədə olan dəlillər açıq aydın deyil. Bəzi alimlər müəyyən dəlillərin zahirindən bunu başa düşüb, bunu deyib, bəziləri də başqasını və bəziləri də hamısını cəm ediblər və bu cür cüzi ixtilaflar olub. Və lakin əqidənin əsli məsələlərində alimlər ittifaq ediblər və doğrusunu Allah bilir və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm. Sual vermək olar, dəstən əlaqəli. Bir. Deməli, birinci sual buydu ki, o Əhl-i-Sünnə və Cəmaədən deyənlər olubmu? Yəni, hikmət olaraq. O dediyini, kök insan gətirilib çəkiləcək, onun ağzı qanatın, yəni, qanadı qədər belə şey olmayacaq da, çəkisi olmayacaq. Və yaxud da, məsələn, sonra İbn Məsudun o əksinə eşitin, bu imanla bağlı olan məsələdir. Təbii ki, bəli. Bir insan qoyacaq, o nə qədər imanı güclü olacaqsa, o qədər də ağırlı olacaq. Deməli, o kişi hansı qanı, deməli, o kafir idi, belə çıxır. Fasıq idi və kafir idi, Allah bilir, bəli. Yəni, o bu cür bakət bəli, təbii ki. Bir də o ərəb dilində, məsəl üçün... Sadəcə olaraq, o hədislərdə orada hikmət nədir? Yəni, o bir məsəldir ki, gözəl məsəldir ki, yəni, qiyamət günü kök bir kişi gətiriləcək. Məsələ bax, Allah qatında, yəni, o boyda cismi var, amma ağcı qanatın qanadı qədər çəkisi olmayacaq tərəzidə. Yəni, bu dünyada ola bilsin, kimlərinsə yanında bəlkə bir çəkisi olub, amma sabah qiyamət günü ədalət tərəziləri qurulanda, o tərəzidə onun ağcı qanatın qanadı qədər çəkisi olmayacaq. Və ya bunun tam əksinə, bugün kimsə, hansısa bir müsəlmanın, muttaqi, mümin bir kəsin arıq ayaqlarına gülür, hansı ki o arıq ayaqlar, məsələn, qiyamət günü mizanda Uhud dağından da ağır gələcək. Yəni, burada hikmət budur və bu hikmətdən əlavə həm də hədislərin zahiri budur ki, deməli, insanın özü də çəkiləcək. Çünki insanın özü çəkilməsəydi, bu misal çəkilməzdi. Orada gəldik, tərəzinin dili olacaq, gözüm. Bəli. Burada məna nədir tam olaraq? Məna budur ki, bildiyimiz kimi, biz bilirik ki, tərəzinin iki gözü var, bir də dili var.
Ha, Ha, o dil. məna. O dil. Ha. Yəni dil, danışan dil yox. Ha. Yəni tərəzinin dili. Tərəzi. Mən demədim ki, insandır. Tərəzinin dili. Yəni o sağı, solu göstərən nəsə olmalıdır axı, ortada bir dil olmalıdır. Və hədisdə də gəlir ki, İbn Abbasdan, mizanın dili olacaq və iki gözü olacaq. Və o iki gözdə insanın yaxşı əməlləri ilə pis əməlləri çəkiləcək və o dili ilə o göstərəcək hansı ağırda, hansı yüngüldür. Və bu hədis dəlildir ki, bu tərəzi cismi tərəzi olacaq. Həqiqi tərəzi olacaq. Və burada Mu'təziləyə rədd var. Tərəzinin varlığını inkar edənlərə. Həm də bu Dil yəni tərəzinin dili. tərəzinin dili ilə Necə? Bəli. Ölçüsü yəni. yəni tərəzinin dili ilə gözü həm də yəni həqiqi şey mənada, yəni məcaz yox. Yox, məcaz deyil. Hamısı həqiqidir, bəli. Həqiqi mənada. Həqiqidir.